Tarakan südü inək südündən 3 dəfə çox xeyirlidir. Tədqiqatçılar bildirib ki, tarakan südü inək südünün yaxşı əvəzləyicilərindən ola bilər. Tədqiqat Beynəlxalq Kristallografiya İttifaqı tərəfindən aparılıb. Məlumata görə tarakan südünün tərkibində 3 dəfə çox faydalı qida maddəsi var. Həmçinin sağlamlıq üçün vacib olan bütün amin turşuları, yağlar və şəkər. Nəticədə bu orqanizmin tam qidalanmasını təmin eləyir. Alimlərin sözlərinə görə tarakanların yetişdirilməsi iri buynuzlu malqara saxlamaqdan iqtisadi və ekoloji cəhətdən daha əlverişlidir. Böcəklər daha az resurs tələb edir, ətraf mühitə ciddi ziyan vurmur və eyni zamanda yüksək qida dəyəri olan məhsul istehsal edir. Mütəxəssislər əminliklə deyir ki, tarakan südü tezliklə supermarket rəflərində görünə və pəhrizin adi hissəsinə çevrilə bilər. Bəs siz bu yeni məhsulu sınamağa hazırsınızmı?